Gəlin Elxan İbrahimovun işdən çıxarılması məsələsinə qısaca nəzər salaq. Prezidentin sərəncamı ilə Bakının Nəsimi rayonlu icra başçısı təyin olunandan cəmi 47 gün sonra vəzifəsindən azad edilib. Bu, həqiqətən də olduqca qeyri-adi bir haldır. Birinci məqam, təyinatın və vəzifədən azad edilmənin sürətidir. Elxan İbrahimov deməli 12 noyabrda Nəsimi rayon icra hakimiyyətinin başçısı qoyuldu, amma cəmi 47 gün sonra, yəni bugün prezidentin sərəncamı ilə işdən çıxarıldı. Xatırladım ki, o bundan əvvəl Kürdəmir rayon icra hakimiyyətinin başçısı idi. İkinci məqam isə onun karyerası və ailə keçmişidir. Deməli, İbrahimov 1982-ci il təvəllüdlüdür. Azərbaycan Kooperasiya Universitetində, sonra da Stockholm İqtisadiyyat Məktəbində təhsil alıb. Karyerasına maraqlıdır ki, müəllim kimi başlayıb, sonra da özəl sektorda maliyyə sahəsində rəhbər vəzifələrdə işləyib. Amma bir detal da var ki, babası Xəlfə İbrahimov Sovet dövründə bir neçə rayonda birinci katib olub. Yəni, kifayət qədər tanınmış bir şəxsiyyət idi. Və nəhayət üçüncü məqam. Bu işdən çıxarılmanın ehtimal olunan səbəbi. Mətbuat yazır ki, səbəb korrupsiyadır, başqa bir şey yox. İddialara görə o, Nəsimi rayonunda işləyən özəl şirkətlərdən təsəvvür edin 100 mindən 200 min manata qədər qanunsuz pul yığmaqda ittiham olunur. Bir sözlə, yüksək vəzifəyə sürətli bir gəliş, cəmi 47 gün sonra ciddi korrupsiya iddiaları ilə bitdi. Gəlin Elxan